Salam xanım. Sizlə tanış olmaq olar? Yok. Olmaz. Olmaz. Onda səni qaçıracağım. Ne? Sabahın xeyir Eldar. Sabahın xeyir Nurayım. Kuş içək demişdin. Əgər səndə alınırsa yarım saat sonra görüşə bilərik. Həm vacib bir məsələ var. O barədə də danışmaq istəyirəm səndən. Yaxşı, mən gəlib səni götürərəm. Yaxşı. Hələlik. Abi hem piyansı kapattı. Sağdır. Sağda amma Pis dövblər Pis ama dövblər. yazlığı ne günə qoyublar. Doy sən polisə zəng elə, mən də təcili yardıma. Alo. Təcili yardımdır. Samir, mənə tez zəng elə. Vacibdir. Səhərdən ağladırsan bu uşağı, bir uşağa da baxa bilmirsən. Ver görün mənə. Çun. Olmuşdu. Niye ağlamışdın sen? Niye? Çık bayrağa. Çık görün buradan. Ne olmuştu? Niye ağlamışdın sen? Ay nenenin balası. Ay ciciş. Ay sene kurban. Sakitleştin, gülürsen. Sene kurban. Nenenin balası. Nenenin balası. Şu anda baxa bilmir. Can. Salam. Salam. Necəsən? Yaxşıyam. Sən necəsən? Yaxşı. Bu gün nə qəşəng görsənsən. Çox sağ ol. Hə, hara gedək bu gün? Nə bilim, belə şəhər mənzərəsi olan, sakit, ikimizin söhbət eləyə biləcəyimiz bir yer olsa yaxşı olar. Yaxşı. Getdik. Ay Lalə, bir təhər oldu neysən? Özünə gəl də bala. Xala, Murad dünəmdən bəri yatmır. Narahatdır. Bəlkə qızdırması var, həkim çağıraq. Xəstə deyil, acdır. Niyə acdı? Xala, mənim südüm kəsilib. Nə danışırsan?
Necədir, xoşuna gəldi? Sizin evə də yaxındır. Qəşəngdir. Qəşəngdir. Nə olub Nuray? Nəsə narahatsan? Hiss edirəm ki, heç yaxşı söz deməyəcəksən. Eldar, sən çox yaxşı insansan. Amma Nə amma? Nə olub? mən ayrılmaq istəyirəm. Lalə mənə hər şeyi danışdı. Necə yəni? Lalə səndən danışıb? Hə. Nə dedi ki? Dedi ki, səhv başa düşmüsən. Elə bilmirsən ki, Lalə məni sevir. Mən səhv başa düşməmişəm. O doğrudan da səni sevir. Ləman, belə şey yoxdur. Lalə sadəcə mənim üçün çox dəyərlidir. Ləman, sən Lalə pis olmasın deyə məndən ayrılacaqdın. Hə? Yəni öz sevginin içində boğacaqdın buna görə. Mən səni hər gün daha çox sevirəm. Sənsiz olanda o qədər darıxıram ki. O gün olanları da unudaq. Mən artıq unutmuşam. Unudaq. İndi elə bil ki, ilk dəfə səndən soruşuram. Nəyi? Məndən ailə qurarsan. Ləman, bu nə üzüydü? Sən nə edirsən? Sən məni vurdun? Sən məndən heç vaxt ayrıla bilməzsən. Başa düşdün məni? Bırax! Başa düşdün? Bırax məni! Sevgili sənsən, hə? Eldar, bırax, incidirsən Cavab ver məni! mənə. Odur sən sevgili. Eldar, bırax! Qışqırma. Nə olub aranızda? Heç nə! Heç nə, Eldar, bırax, incidirsən məni, Eldar! Mənə düzünü dinən. Aranızda nə olub deyirəm? Eldar, nə edirsən, bırax! Eşitsən məni? O düdüyü də gəbərdərəm. Səni də gəbərdərəm. Başa düşdün? Siz elə deyəsən məni yaxşı tanımırsınız. Başa düşdün məni? Ay sağ ol. Bax elə ağıllı ol. Ləman, sən nənəm? Nə üzüydü bu? Bunu əmim arvad verdi mənə. Hə. Niyə? Yəni mən iş axtarırdım. Burada özün bilirsən də rayon yeridir. Yəni Bakı kimi deyil. Adamın adına söz çıxarırlar, söz atanlar olur. Ona görə əmim arvad verdi ki, taxım elə bilsinlər ki, nişanlıyam. Elə belə bir şeydir. Həm də arvad da ağıllı qadındır. Belə eləməklə düz eləyib. Hə. İndi sualıma cavab ver. Mənlə ailə qurmağa razısan?
Ləman, qorxutma məni. Hə, əlbəttə ki, hə. İndi gedək. Hara? Qayıdaq Bakıya. Adət-ənənəmizlə sən atandan istəyim. Yox, yox, indi olmaz. Niyə axı? Bax nə gözəl gəlmişik rayona, rayon havası. Yəni burada dincəlirik də, ruhumuz da dincəlir. Hamıdan, hər şeydən uzaq. Sakit yerdir də. Yəni məncə sənin də rayon havasına ehtiyacın var. Yaxşı, neyniyək? Bugünü burada qalaq. Yəni işin yoxdursa qalaq da. Qalaq deyirsən, qalaq da. Onda gedək, yaxşıca buraları gəzək. Gedək. Otur. Sən elə bilirdin mən bilməyəcəm onunla sevgili olduğu, hə? Elə bilirdin bilməyəcəm. Nə olur, bırak. Sən mənim olacaqsan. Nə istəyirsən məndən? Bilmirsən nə istəyirəm, hə? Səni istəyirəm. Başa düşdün? Sən ya mənim olacaqsan, ya da heç kimin. Mən səndən heç vaxt evlənməyəcəm. Səni gördüm bax. Xoşun gəlir buradan, hə? Gəbərmək istəyirsən burada, hə? Ya məndən evlənəcəksən, ya da öləcəksən. Heç vaxt. Heç vaxt. Heç vaxt, hə? Onda səni öldürəcəm. Meydimi də tapa bilməyəcəm. Başa düşdün? Şahmar yemək də yemədin, ac qarnına gedəcəksən işə. Şirkətdə yerim. Qulaq as. Danışdığımız kimi də Toğrul'la danışsan, mənə xəbər elə. Yaxşı? Rahat olun. Necə demişəm elədir. Söz vermişəm eləyəcəm. Nardan. Yaxşı yox. Sağ olun. Bir dəqiqə. O nə süddür? Uşağı əmizdirmir bəyə. Bu da təzə adətdir. Xavər xanım, Lalə biraz özünü yaxşı hiss eləmir. Qızdırması var. Mən də dedim ki, elə qızdırmalı halda uşağa süd vermə. Ziyan olar. Bunu da məcbur oldum da, hazırladım ki, uşaq ac qalmasın. Oturmuşdu da burada. Vacib idi gedəydi bağa. Xəstələndirdi özünü. Narahat olmayın, mən özüm dərman vermədim Laləyə. Dedim, dərman südünə ziyan eləyər. Özüm Türkiyə çarə belə yaxşı. Zoğalla, itburnu ilə yola verəcəm, sağalacaq. Yaxşı, yaxşı. Bax ona tez sağalsın, yaxşı? Yaxşı. Get də get, uşaq ağlayır, get ver südü. Yaxşı. Ne yaxşı yatdı. Güclə yatışdırmışam. Xala, indi nə olacaq? Ayıracaqlar məni Muraddan. Gözü çıxmışın əlindən tərpənə bilmirəm evdə. O dəqiqə bunu gördü əlimdə. Xavər xanım, Ondan başqa bu evdə gözü çıxmış var. Adı qara daşlara yazılmış. Səhərin göz açılmamış qoqqulu kimi oyanıb. Nə var, get yat da. Mənə bax. Mən bir bəhanə uydurdum. Dedim güya sənin qızdırman var. Ona görə süd vermişsən. Bax, elə ki yalanımız çıxmasın ha. yox xala, mən gedib deyəcəm ki, südüm kəsilib. Ay qız, əsəbimdən oynama. Xala, niyə yalan danışırıq? Onsuz da üstü açılacaq da. Mənə qulaq as. Xala qurban. Dünən çox ağlamısan. Belə olur da, indi südün qaçıb.
Bir gün, 2 gün sakitləş, doyunca yat, hər şey düzələcək. Narahat olma. Boşuna özünü yorma hala. Ben bura Murat'a göre gelmiştim. Şimdi de gideceğim. Gitmeliyim çünkü başka yolum yoktu. Toğrulu da, Murat'ı da qoyub gedəcəksən. Tuğrul Leman'la hoşbəxt olacak. Düz ben Murat için darxacam ama neyniyim? Qulaq as. Lalə, Allah var, rəhmi də var. Allah o uşağa rəhm eləyər, inşallah. Hər şey düzələr. Bax, indi gedəcəm, sənə qəşəng çay dəmləyəcəm otlardan. Gətirib verəcəm, içəcəksən, olacaqsan yaxşı. Sən doyunca yat, hər şey düzələcək, yaxşı? Tut. İndi gəlirəm. Alo. Bəli. Hə, Samirin anasıyam. Nə olub ki? Hə? Ay Allah! Ay Allah, anan ölsün, ay bala. Anan ölsün, ay bala. Sakitləşdinsə gəl gedək. Ağıllı balam mənə başa düşdü də, hə? Ya belə ağıllı olub məndən evlənəcəksən, ya da öləcəksən. Başa düşdün məni? Dilin yoxdur, başa düşdün məni? Az sağ ol. Az sağ ol. Ağıllı ol. Mənə bax. Deyirəm, mənə bax. Başa düşdün də sən mənim? Mənim olmasan, öləcəksən. Bildin? Eşitmirəm, başa düşdün? Başa düşdüm. Ay sağ ol. Gəl, gəl gedək ağıllı balam, gəl. Nuray. Ağıllı bala. Eşitirsən məni? Bayaq olanları heç kimə deməyəcəksən. Yaxşı? Əgər kimsə bilsə, mən deməyəcəm. Yaxşı idi şimdi.
Sən deyəsən, hələ mənim kim olduğumu bilmirsən. Ağlama. Mənə bax. Çəkmə, yaxşı? Ağıllı ol. Bəli, Eldar müəllim. Eşidirsən məni? Eşidirəm. Bugündən bu qızdan gözünü çəkmirsən. Hara getdi, hardan gəldi, hamısından xəbərim olmalıdır. Baş üstə. Buralarda ol, amma çalış ki, kimsə səni görməsin. Həkim. Qurban olum, el eləyin ki, mənim balam yaşasın. El eləyin ki, ona bir şey olmasın. Narahat olmuyorsa olmaz xanım. Əlimizdən nə gəlirsə, hamısını eləyəcəyik. Allah şəfa versin. Sağ olun. Mənim ondan başqa heç kimim yoxdur. Onu bugünə qoyan əlləri qurusun. Solmaz xanım. Bu oğlunuzun üstündən çıxan əşyalardır. Bayaq telefonla da zəng gəlib. Buyurun, zəhmət olmasa. Narahat olmayın. Hər şey yaxşı olacaq. Xahiş edirəm. Sağ ol. Sağ ol. Sağ ol. Nuray zəng eləyib. Ağı Samir, təcili danışmalıyıq. Nə danışacaqsınız? Solmaz xala. Tez gəl. Xəstəxanaya. Samirə nəsə olub? Gəl burada danışaq. Hansı xəstəxanadır? Gəlirəm. Bildim də qardaş, bildim. İndi rayondayım axı. Bakıya gələrəm, ofisə gələrsən danışarıq. Yox, qardaş, o... Sənə də baxmamış bir şey deyə bilmərəm. Hə, yaxşı, gələrəm danışarıq, oğlum. Üzrü bil işlə bağlıqdan neyniyim? İmkan vermirlər ki, dincələk. Nəysə, dayı sənsən də bu dəfəlik bağışlayıram. Amma bir də olmasın, yaxşı? Yoxsa küsəcəm,
Könlümü də almaq çətin olacaq. Bax deyirəm. O da mənim gözümüzdə. Görürsən də balamı nə günə salıblar. Yazıq balam. Dilsiz ağızsız uzadım. Benim Samir'imin hiç kimden işi olmazdı. Nuray, sen kimdense şüphelenirsen Sən məni? O düdüyü də gəbərdərəm. Səni də gəbərdərəm. Başa düşdün? Siz elə deyəsən məni yaxşı tanımırsınız. Başa düşdün məni? deyirəm, bəlkə o Eldar Samir'lə sənin arada olanları öyrənib. Bəlkə kimsə deyib ona. Yox, yox. Eldar bilmir. Həm hardan bilə bilər ki? Bakı balaca şəhərdir. Heç nə gizli qalmır. Həm də o Eldar'ın əli çox uzun. Hər yerə çatar. Lalə, Solmaz xala tapşırdı ki, çayını içsin. Bax, özü də dönə-dönə tapşırdı ya. Yeməyini də vaxtında yesin. Başqa dürəyin istəyən nəsə varsa dinən hazırlayaq. Yox, çox sağ ol Ayten. Yaxşı. Gedim onda çayını iç, soyutma. Balamı bugüne koyan eller kurusun. Hiç hoş gün görmesin. Balama eli kalkanı zelil olsun görüm. Solmaz xala, mən gedim, biraz havaya çıxam. Burada qala bilmirəm. Dodağına ne oldu? Heç nə. Bana bak. Nuray. Ne oldu dodağına? Heç nə olmayıb Solmaz xala. Hə, yara var idi, yəqin qaşımışam, qanatmışam, hə? Ne kaşımak? Kim vurub səni Nuray? Kim vura bilər ki, mənə elə deyirsiniz? Deyirəm ki, yaraydı, qaşımışam, qanatmışam, heç nə olmayıb. Nuray, mən uşağam. Görürəm axı səni vurublar. Solmaz xala, mənə kim vura bilər? Elə danışırsınız ki, deyirəm ki, yaraydı. Yaxşı, sən deyən olsun. Olmaz. Can bacı, can. Ne olursa olmaz ona. Kim vurup onu eli kurumuş, kim eləyib? Necə deyindi uşaq?
Balam ölümdən döndüm ki, ay Cəmilə. Ne danışırsan ayız olmaz. Can ay balam, can. Nuray. Sən burada nə işin var? Deməli, Samiri sən də öldürmüsən, ha? Ay, sən necə alçaq birisən? Samirin nə günahı var axı? Sən hələ şükür elə ki, mən Samiri öldürməmişəm. Bax, buna şükür elə. Yox, əgər sən bu barədə kiməsə nəsə desən, onda Samir öləcək. Sənə nifrət edirəm, bilirsən də bunu. Amma narahat olma, heç kimə üçün deyən deyiləm. Yaxşı da Nuray, olmadı ki. Xətrimə dəyirsən ha mənim. Ağıllı qız. Mən sənə bu sözü bir də deməyəcəm. Axırıncı dəfədir sənə deyirəm. Sən bundan sonra bir də mənə qarşılaşsan, onda Samiri ziyarətə daha bura gəlməyəcəksən. Birbaşa qəbirstanlığa gedəcəksən, yaxşı? Eşitdin sözünü? Şimdi düş qabağıma gedirik. Ayda, kəş oğlanla qızın axırı belə qurtarmazdı. Sonra belə filmlərin təsirindən çıxa bilmirəm. Elə təsirindən çıxa bilməyəsən deyə çəkirlər də bu filmləri. Həm də bədbəxt sonluqla bitən sevgilər yadda qalıraq. Biz heç vaxt yadda qalmayaq. İnşallah qalmarıq. Amma məncə oğlan haqlıydı. Niyə? Çünki qıza görə ailəsindən imtina elədi, qız da axırda onu atdı. Məncə qız haqlıydı. Niyə? Oğlan da yalan danışmışdı axı. Çünki yalan üzərində qurulan münasibətlər heç vaxt axıra qədər davam eləmir. Xavər xanım, vaxtınız varsa biraz danışa bilərik. Sonra danışarıq. Vacibdir. Xahiş edirəm, qulaq asın. Otur da otur. Dur görüm nə dersin. Nə olub de? Toğrul, nə edirsən? Bura niyə gəldik? İndi ürəyin istəyən bir gəlinliyi seç. Yox, mən elə-belə baxırdım. Ləman, yorma da məni. Gördüm necə baxırsan. Zəhmət olmasa bir gəlinliyi seç. Vallahi yox, mən elə-belə baxırdım. Ləman, ürəyin istəyən bir gəlinliyi seç, onu da alacağıq. Tez elə. Bəyəndin? Hə. Əladır.
Geyin baxaq. Get geyin. Bugündən sonra harasa getmək istəsən, mənə xəbər elə, özüm səni aparacam. Yaxşı, mənim ağıllı Nurayım, gözəl Nurayım. Xavər xanım. Mən Muradı öz balam kimi çox istəyirəm. Yaxşı, bunları bilirəm. Vacib olan nədir, onu de. Nədir, icazə istəyirsən? Yox. Nədir bəs? Nuray? Mənim südüm kəsilib.